Bəli, yeni mövzuya keçirik, bölməyə keçirik. Maddə miqdarı, molyar kütlə və Avogadro qanunu. Əvvəlcə biz bilək ki, maddə miqdarı nədir? Molyar kütlə, yəni ki, mR nədir və Avogadro qanunu nədir? Maddə miqdarı maddədə olan, belə deyək, burada görünür, kitabda da göstərir və biz də deyirik ki, maddədə olan hissəciklərin miqdarı maddə miqdarı deyilir və maddə miqdarı nü hərfi ilə işarə olunur. Baxın, burada təzədən yazım. Maddə miqdarı nə hərfi ilə? Nü hərfi ilə işarə olunur və bunun vahidi nədir? Moldur. Mol, 1 mol. Vahidi moldur və maddə miqdarının həmçinin kütlənin verilən kütlənin ümumi molyar kütləyə olan nisbəti ilə də müəyyən etmək olur. Maddə miqdarı mol bərabərdir. Belə bir düsturumuz var ki, kiçik m bölünsün, böyük m, kiçik m verilən kütlədir, böyük m isə molyar kütlədir əlbəttə ki. Və həmçində qeyd edirik ki, buradan baxaq istəyirsiniz. Qeyd edirik ki, maddədə deməli maddə miqdarı nü hərfi ilə işarə edirdik və belə deyək, maddənin tərkibində olan atomların, ionların, molekulların sayını biz maddə miqdarı mol və yaxud da Avogadro ədədi, Na ədədi ilə də ifadə edə bilirik. Deyirik ki, bir misal üçün hidrogen atomuna element kimi baxsaq, burada nə qədər hidrogen? Burada 1 mol hidrogen var. Buna 1 nü də deyirik və yaxud da nə qədər hissəcik var desək, 6,2 vurulsun 10 üstü 23 sayda hissəcik olur. Hissəcik deyəndə buna molekul, atom və ya deməli ion da daxildir. Və atom və molekullar deməli gözlə görünməyəcək qədər deyir ki, kiçik hissəciklər olurdu və onların miqdarını biz mol ilə nə edirdik? İfadə edirdik. Və həmçinin deyə bilər ki, maddənin 1 molun qramla ifadə olunmuş kütləsinə nə deyirdi? Molyar kütlə deyilirdi. Molyar kütlə özü də mR hərfi ilə işarə olunurdu. Molyar kütlə. Və molyar kütlənin də öz vahidi vardı. Molyar kütlənin də öz vahidi qram bölünsün mol idi. Bu da hardan gəlir? Qram bölünsün mol. Bu düsturdan gəlir. Burada əgər biz mR-i tapsaq, mR nəyə bərabərdir? mR bərabərdir kiçik m bölünsün nü olacaq. M-in vahidi, kütlənin vahidi qram idi. Molun da vahidi nə idi? Elə mol idi. Nü'nün də vahidi mol idi, daha doğrusu 1 mol. Bu fizikaya əsaslanır artıq düsturdan vahidi çıxartmaq. Və biz həmçinin deyirdik ki, molyar kütlə deməli nə idi? Molyar kütlə ədədi qiymətcə molekullar üçün maddənin nə ilə? Nisbi atom kütləsinə, A yerinə bərabər idi. Maddənin nisbi atom kütləsinə bərabərdir. Molyar kütlə ədədi qiymətcə molekul olanda, daha doğrusu biz əgər bir dənə molekulun, misal üçün H2 maddəsinin molekul üçün maddənin nisbi molekul kütləsini tapırıq. Bu H2 molekuludur. Bunun biz nisbi molekul kütləsini tapa bilərik. mR-in nə üçün? Çünki onun artıq element halında deyil. Onun atomunun sayı var. Hidrogenin nisbi atom kütləsi 1. Vurulsun onun indeksinə 2-yə. Bərabər neçəyə? 2-yə. Bu nəyi oldu? Onun mR-i oldu. Amma biz atom halında olan element üçün, misal üçün H üçün nəyi tapa bilərik? A yerin deyə bilərik. Hidrogenin A yeri nədir? 1-dir. A yer oksigen 16'dır. Amma oksigen molekulu üçün biz mR hesablaya bilərik artıq. Nəyə görə? Çünki onun sayı var. Burada 2 oksigen atomu var. 1 oksigen atomu deyil artıq. Ona görə də MrO2 desək, oksigenin nisbi atom kütləsi 16. Vuraram onun sayına bərabərdir 32. Bunu keçən növbəti dərsdə molyar kütlənin tapılmasında hesablamışdıq. Bəs indi burada belə baxaq. Atom halında altdan %2 nəyə bərabərdir? Molekul halında bunu daha doğrusu Avogadro ədədində hesablayarıq. Biz deməli burada nəyi öyrəndik? Nü mol idi, maddə miqdarı idi. Maddədə olan hissəciklərin miqdarı maddə miqdarı adlanırdı. Nü hərfi ilə işarə olunurdu. Vahidi baxın belə idi, nü idi. Daha doğrusu işarəsi nü idi, vahidi isə mol idi. 1 mol. Və belə bir düsturumuz da vardı. Nü bərabərdir kiçik m bölünsün böyük m molyar kütləyə. Sonra isə keçirik biz deyirdik nəyə? Bizim varımız idi Avogadro ədədi. Avogadro ədədi nədir? Burada görsək, deyir ki, maddənin molyar kütləsinin, yəni M-in, onun bir atomunun, M atom
kütləsinə və ya bir molekulunun M molekul kütləsinə olan nisbətinə hər dəfə eyni ədədə 6,2 vurulsun 10^23 alındığını müşahidə etmək olar. Misal üçün, hidrogenin molyar kütləsini yazır 1 tam neçə və bölünsün hidrogenin nəyinə? Atomunun M atomuna. Baxın, burada dedi, M atomunun kütləsinə, atomunun bir atomunun kütləsinə və ümumi molyar kütləsi. Ümumi molyar kütləni bir atomunun kütləsinə bölür. Alınır necə? 6,2 vurulsun 10^23 mol mənfi bir vahidi ilə. Bu nədir? Bu hesablamalarda deyir ki, Avogadro ədədi, yəni ki 6,23 Avogadronu, Avogadronun şərəfinə Avogadro ədədi adlandırılmışdır. Hər bir maddənin 1 molunun kütləsində onun atom sayı və yaxud Avogadro ədədi neçəyə bərabərdir? 6,2 vurulsun 10^23-ə bərabərdir. Vahid də mol üstü mənfi 1 olacaqdır. Mol üstü mənfi 1. Buna bu 10^23-ə hər zaman fikir verin. Bir də mol üstü mənfi 1-ə testlərdə bəzən deyir ki, misal üçün 6,2 vurulsun 10^24. Bu 24 yox, 23-dür. Və yaxud da məsələni həll edən zaman cavab 24 ilə bizə vermiş olacaq. Biz onda nə edərik? Baxın, vericildən sağa deyir ki, 0,2 var, 0,2 var və 23 ədəd onluq var. 23 ədəd vericildən sağa. Buna əgər 24 vermiş olsa sizə cavabda, 24 ilə götürmək üçün nə eləyəcəksiniz? Bu vergülü buradan siləcəksiniz aldığınız rəqəmdə. 6 qalacaq. Vergülü buradan siləcəksiniz. Hara atacaqsınız? Bura və bura bir 0 atacaqsınız. Ondan olacaq. Vergüldən sağa əvvəl 23 ədəd idisə, indi bir dənə 6-nı da daxil elədim vergüldən sağa, oldu 24 ədəd. Vergüldən sağda. Baxın belə. Bəli. Və biz atomu necə təsəvvür edə bilərik desək, burada müxtəlif izahlar verib. Baxın, misal üçün ikinci nəzəriyyə təsəvvür edin ki, siz hər saniyədə bir zərrəciyi sayırsınız. Bir dənə misal üçün atomu sayırıq hər zərrəcikdə. Bəs 1 mol zərrəciyi, yəni 1 molun içərisində olan atomları necə saya bilərik? Onda deyir ki, əgər hər saniyədə bir zərrəcik saysanız, 1 mol zərrəciyi tam saymaq üçün 19 kvadrilyon. Baxın, görün nə qədər il eləyir. 10^16 il lazım olar. Yəni ki, görün atom 1 molun içərisində nə qədər kiçik zərrəcikdir atom. Çox kiçik zərrəcikdir onun üçün. Və yaxud üçüncü təsəvvür edir. Təsəvvür edin, hər atom bir düyü dənəsi ölçüsündə olsun. Əgər 1 mol atomu bu formada toplasaq, onların həcmi dünyanın bütün okeanlarının həcmini keçərdi. Yəni bir zərrəcik atomu biz düyü desək, onda molun bizə atom sayını nə verər? Okeanların həcmini keçən düyü verər hətta bizə. Bəli, bu qədər. Sonra keçirik maddə miqdarının, nünün bizə verdiyi düsturlar var. Nü bərabərdir nə? Kiçik M bölünsün böyük M. Kiçik M maddənin kütləsi, böyük M isə ümumi molyar kütlə. Və yaxud da belə deyə bilər. Kiçik M bizə verilən kütlə, böyük M isə bizim tapdığımız molyar kütlədir. Və digər düstur isə nü bərabərdir M bölünsün NA. NA nədir? NA Avogadro ədədir. NA bərabərdir 6,2 vurulsun 10^23. Bu nədir? NA Avogadrodur. N isə verilən atomun sayı olacaq bizə. Və yaxud da molekulun sayı. Misal üçün, bunu bizə hər hansı bir misal üzərində, karbon qazının üzərində izah edək. Gəlin özümüz həll edək. Misal üçün, götürək ki, düsturumuz nə idi? Nü bərabər idi kiçik M bölünsün böyük M. Karbon qazının da kütləsini verir bizə 22 qram. Bu neçə mol olduğunu tapmaq üçün nə edərik biz? Həm tənasüb yolu ilə həll edə bilərik. Həm də ki, nə ilə? Düsturla həll. Düsturla necə həll eləyərəm? Molun tapmaq istəyirəmsə, nü bərabərdir. Bu verilən 22 həmin bu kiçik M-dir. 22 bölünsün böyük M nədir? Mr. CO2-nin molyar kütləsi. Karbonun nisbi atom kütləsi neçə idi? 12. Üstə gəlsin oksigen nisbi atom kütləsi 16 vurulsun, Mr yazın bura. 16 vurulsun 2 bərabərdir 44. Mr-i neçə tapdım? 44. Gətirib burada yazacağım yerinə. 44. Məsələn 22 bölünsün 44 olacaq. İxtisar getdi, qaldı 2-də 1. Bu deyir 0,5 mol. Bəs tənasüblə necə həll eləyərəm? Mənə verib ki, 22 qram karbon qazın neçə moldur? Neçə moldur? Yazıram 22 qram CO2. Bilmirəm neçə mol. Deyirəm x mol nə? CO2. Bəs onda
qramın altına qram, molun altına mol yazmaq lazım. Buna həmişə diqqət yetirin. Səhv eləməyin burada. 22 qram karbon qazı x mol karbon qazdır əmələ gəlirsə və yaxud da 22 qram karbon qazı x mol karbon qaz deməkdirsə, bəs sonunda faktiki kütləsi 44 qramdır karbon qazının. 44 qram karbon qazı neçə mol deməkdir? 1 mol. Fakt sübut 1 mol karbon qazı nədir? Emeri nədir? 44 qramdır. Demək 44 qram karbon qazı da 1 mol karbon qazı deməkdir. Həll edirəm. 44 ilə 22 getdi. Burada qaldı 2. 2x. 2-ni vurdum x-a. 2x bərabər 1. X də bərabər 0,5 mol karbon qazı. Bəli, bu qədər. Olsun ki, deyək ki, bizə verib nə ilə? Nə ilə vermiş olsun? Götürək ki, atomunun sayını vermiş olsun. SO2-nin. Hansı düstura? Keçək digər düstur. Nü bərabər digər düsturumuz böyük n molekulun sayı bölünsün Avogadro ədədinə. Buradan deyir molu hesabla. Bizə verib n'in sayını verib SO2-yə görə verir. SO2-yə görə n'in sayını verir. 12 tam %4 vurursun. 10 üstü 24 verib hətta. İndi bizdən molu soruşur. Nü'nü tapmamızı, molu tapmamızı istəyirsə, molekulun sayını verib, baxın molekulun sayını verib. Avogadro ədədinə bildirmə altdan %2 yazıram. Nü bərabərdir. 12 tam %4 vurursun 10 üstü 24. Önsün altdan %2 vurursun 10 üstü 23. Buna əvvəlcədən mən 24-də də gətirə bilərdim. Necə gətirəcəydim? Bu nə deməkdir? Vergüldən sağda deyir 24 ədədim var. Bu vergülü bir vahid bura atsam, vergüldən sağa neçə ədədim olacaq? 23 ədədim olacaq. 23 ədəd olacaqdır. Deməli, bunun təzədən yazım. 0,4 vurursun 10 üstü 23. Vergülü attım bura. Bəli. Hər ikisi 10 üstü 23 oldu. 10 üstü 23'lər getdi ixtisar. 120 tam 10'da 4'ü də böləcəm altdan %2. Burada edəcək neçə mol? 20 mol. 20 mol. Hansı ki 10 üstü 24 yox, artıq 120 tam 10'da 4 vurursun 10 üstü 23'ə gətirdik axı biz 23 ilə. Bəs öz dediyi halla hesablayaq. 12 tam %4 vurursun 10 üstü 24. 24. 12 tam %4 vurursun 10 üstü 24. Burada da eynisini saxlayaq. 12 tam %4 vurursun 10 üstü 24 deyir bizə. Buradan hesablayarıq deməli. 10 üstü 24'lər gedər, burada qalar bir dənə 10'luq. 12 tam %4'ü bölərəm altdan %2'yə. Yenə bunlar burada 10 qaldı. Bunlar da ixtisar yenə burada qaldı. 2, 2'ni 10'a vurdum. Elədi 20 mol elədi. 20 mol. 10 üstü 24'ə görə bu belə olur əlbəttə ki. Amma bunu versəydi bizə 10 üstü 23. 12 tam %4'ü böləcəkdim 6 tam %2'yə. 10 üstü 23 ve bunda da 10 üstü 23 beraberdir. Burada da nü yazsam. Bunlar ixtisar getdi, burada qaldı 2. Bunlar da getdi, qaldı 2 mol. Bəli. Bir var deməli dedik ki 2 dənə düsturumuz var idi. Nü bərabər n bölünsün böyük emir. Nü də bərabər n bölünsün n-a. Bu şəkildə həll edə bilərik. Tənasüblə də həll edə bilərik. Tənasüblə də həll edə bilərik. Misal üçün bizə deyək ki, tənasüblə həll edeyim. Bizə verib ki, SO2-ni 12 tam %4 vurursun 10 üstü 23 molekul verib. Molunu tapmaq istəyir. Yazıram ki, 12 tam %4 vurursun 10 üstü 23 molekul olanda bilmirsən neçə moldur? Nə? SO2. SO2. Amma 6 tam faktiki olan Avogadro'da 6 tam %2'dir. 6 tam %2 vurursun 10 üstü 23'də isə SO2 neçə moldur? 1 moldur. Normal halda da. Çünki hər maddənin 1 molunda 6 tam %2 vurursun 10 üstü 23 nə? Avogadro ədədi var. 1 mol SO2. 1 mol SO2. Deməli, bunlar ixtisar getdi, burada qaldı 2. X də bərabərdir 2 mol. Düzdür, yadınızdan çıxsa tənasüblə həll edə bilərsiniz. Kimyanın əsas mənbəyi tənasübdür. Bəli, tənasüb bizə çox işlərimizdə yarayır. Bu qədər. Deməli, qeyd etdik ki, hər maddənin 1 molunda nə qədər Avogadro var? 6'dan 102'nin 10 üstü 23. Bəs bizə desək ki, misal üçün H2-də
H2 molekulunda, hidrogen molekulunda, hidrogen molekulu deyirsə, hidrogen atomu desə H, hidrogen molekulu desə artıq ayağında 2 var. Oksigen molekulu desə ayağında 2 var. Ozon molekulu desə ayağında 3 var. Bəli. İndi burada hər maddənin 1 molunda nə qədər 1 molunda nə qədər atom Avogadro belə deyək də molekul var desək, hidrogen molekulunda hidrogen molekulunda 1 mol və yaxud da belə deyək, 1 mol hidrogende nə qədər molekul var desə, molekul desə atom sayına baxmayacağıq. Atom sayına baxmırıq. Olur nə qədər molekul? 6/2 vursun 10^23. Amma ki bizdən soruşsa 1 mol hidrogen molekulunda neçə atom var desə, o zaman neçə atom var desə, faktiki burada neçə? Faktiki olaraq 2 atomumuz var. 2 vurulsun onda 6/2 götürərik. Oksigen molekulunda nə qədər desək ki, molekul sayı nə qədərdir? 6/2-dir. Amma vurulsun 10^23-də bilirik ki. Amma bizə deyirsə ki, oksigen molekulunda neçə atom var desə, onda 2 atomunu da nəzərə alacaq. 2 vurulsun Avogadro ədədinə. 2 vurulsun Avogadro ədədinə. Oksigen qazında da, ozon qazında da eynən. Molekulunda neçə atom var desə, atom desə artıq 3'ü, atom sayını götürürük. Vururuq neçə? 6/2-yə. Alırıq cavabımızı. Neçə mol misal üçün olur və yaxud da neçə atom sayı olacaqdır, onu müəyyən edirik. Burada bizə kitabda da bunu verib. Kitabda da verib cədvəl şəklində. Baxın, buradadır. Deyir ki, maddə və mol miqdarı. 1 mol H2 qazı var bizdə. Molekulunun sayını tapmaq üçün düsturumuz nə idi? Nü bərabər idi. Molekulun sayı bölünsün Avogadro ədədinə. Buradan molekulun sayını yazıb bərabər nü vurulsun NA-ya. Molekul sayını çünki tapırıq da biz. N nə idi? Molekul sayıdır. 1 moldur H2-ün. Avogadro ədədi də 6/2-dir. Necə hesablayır? Baxın, N bərabərdir. Nü vurulsun NA-ya. Yəni bunu necə tapdığını isbat eləyək. Bu da bərabərdir. N'imizi tapmaq istəyirsə, nü bilirik ki 1 moldur. Burada verib 1 moldur. Vurulsun. H2-də atom sayı Avogadro ədədi. Atom sayı yox, molekul sayı. 6/2 vurulsun 10^23'dür. Biri vuranda da bu ədədə, elə bu ədəd alınacaq. 6/2 vurulsun 10^23. Baxın, molekulun sayı ona görə buradan gəldi. Bəs ümumi atom sayı soruşsa artıq hidrogenin ayağındakı atom sayı soruşanda nə edirik? Hidrogenin ayağındakı 2-ni nəzərə alırıq. 2-ni vurarıq Avogadro ədədinə. Baxın, 2-ni vur Avogadro ədədinə. Burada da deyir, N bərabərdir nü mol vurulsun indeksinin cəmi, indekslərini cəmi. Misal üçün burada 1 karbon var, 2 dənə oksigen var. Bunu nəzərə alma. Ona görə indekslərini cəmi deyir. 3'ə vuracaq burada hal-hazırda. Atom çünki 3 dənə atom var. Burada isə 2 atom var. Molu vurursan indeksinə atom sayına, sonra da vursan Avogadro ədədinə 6/2'yə. Burada da atom, 2 dənə hidrogen atom var. 2'ni vurur 6/2'yə. Həm də vurur bu 1 mola. Bir şey dəyişmədiyinə görə olur necə? 12/4 vurulsun. 12/4 vurulsun. 10^23 alınır. Bəs burada deyir ki, atomun ümumi mol sayı nü atom bərabərdir. Maddənin molunu vurursan indeksinə. Əgər ümumi, misal üçün desək ki, hidrogen atomunda atomu neçə moldur? Neçə moldur? Onda nə edərəm? 1 mol verilib, hidrogen indeksi də 2'dir. Biri vuraram 2'yə, deyirəm ki, 2 mol atom var H2'də. Çünki nə deyir? Atomların ümumi mol sayını soruşlar. Deməli, molunu da vurmasın sayını. Desəydi, burada hidrogen 2 moldur və soruşsaydı ki, atomların ümumi mol sayını, bu 2 molu hidrogenin ikisinə sayına vuracaqdım, deyəcəkdim 4. Bəli. Eynən aşağıdakı da. Oksigen qazında baxın 2 mol verir burada. Baxın burada verir 2 mol. Molekul sayını deyir. Molekul sayını necə tapacağım? Həmin bu 2 molu vuracağım 6/2, eləcə 12/4. 2 mol oksigeni. Ümumi atom sayı deyirsə, bu 2 molu vuracağım o oksigenin indeksinə, eləcə 4. 4'ü də vuracağım 6/2'yə. Burada olduğu kimi. Bəs atomların ümumi mol sayını soruşsa, bizdə oksigende atomların ümumi mol sayını soruşsa, bu 2 molumu vuracağım indeksinə, eləcə 4 mol ümumi atom sayı var. Mol. CO2'də deyir 3 mol deyir.
həm 3 mol deyil və atomda CO2-də neçə atom var? 3 atom var. Əvvəlcə baxaq, molekulun sayını soruşursa, Avogadro'nu vururam mola. 3'ü vur altdan %2 eləyir, 18'dən %6 vursun 10^23. Ümumi atom sayını soruşursa, bu 3 molu vururam ümumi atom sayını 3 atoma, onu da vururam altdan %2'yə. Burada ayrıca hesablayıb, biz isə bir dəfəli hesablayırıq. 3'ü vururam bu 3 atoma, 3 üçün 9, vururam altdan %2'yə. Baxın, burada 9 mol verir. Atomların ümumi mol sayını necə hesabladım? Bu 3 molu vurdum ümumi atom sayını. 1 atom karbon var, 2 atom oksigen var. Elədi, 3 üçün 9 mol. Bəli, sonra gəldik qazların molyar həcmi, Avogadro qanunu. Deməli, qazların molyar həcmi Avogadro qanunu nədir? Avogadro qanunu nədir deməli? Avogadro qanunu deyirdi ki, normal şəraitdə 0 Selsi dərəcədə və 1 atmosfer təzyiqində istənilən qazın 1 molunda molyar həcm, 1 molunun həcmi neçəyə bərabərdir? 22,4 litrə bərabərdir. İstənilən qazın 1 molunun, normal şəraitdə 1 molunun həcmi 22,4 litrə bərabərdir. Və bu 22,4 bizə molyar həcmi verir. Molyar həcm Vm ilə işarə olunur və 22,4'dür. 1 litr, 1 mol bütün qazların həcmi 22,4 litrə bərabərdir. Molyar həcm adlanır. Molyar həcmin vahidi də nədir? Molyar həcmin vahidi litr bölünsün mol. Bu hardan gəlib? Hansı düsturdan gəlib bu vahid? Əlbəttə ki, nü bərabərdir V bölünsün Vm. Buradan da həcmi tapsam, V bərabər olur nü vurulsun, Vm maddə miqdarı vurulsun mola. Və bu düstura təkrar nəzərə yetirək. Dedik ki, nü nə oldu? Nü oldu maddə miqdarı mol. Və qazın həcmi Vm isə molyar həcmdir. Və biz nəzərə yetirək ki, bu həcm və yaxud da maddələrin dedik ki, 1 molunda 23,4 litr vardır. Bu sadəcə qazlara aiddir. Bərk maddələrə məsələlərdə olacaq. Bərk maddələrə bu həcmi aid eləmək olmaz. Sadəcə qazlara aiddir. Bizə misal üçün gəlin indi bu məsələ üzərində həll eləyək. Molyar həcmi. Bizə deyək ki, V həcm verib, H2-nin həcmini verib 33,6. 33,6 həcm vermişdir bizə H2-nin. Deyir ki, H2-nin molunu hesabla. Mol sual işarəsi. H2-nin molunu hesabla. Tənasüblə də həll edə bilərəm. Düsturla da. Düsturun buradadır. Nü bərabər. Düstur baxın buradadır. Düstur. Nü bərabərdir. V bölünsün Vm idi. V-ni verib 33,6. Vm neçə idi? H2 bilir ki, qazanda olan maddədir. Biz də demişik, bütün qazların 1 molunda 23,4 litr həcm var. 33,6 bölünsün 23,4'ə. Buradan da alaraq 1,5. 1,5 mol. Tənasüblə də yaza bilərəm. 33,6 litr hidrogen bilmirəm neçə moldur. X mol. Və sonunda 22,4 litr. 22,4 litr neçə mol olar? 1 moldur. Bütün qazların 1 molunda 22,4 litr nə vardı? Həcm tuturdu. Bütün qazların 1 molu. Və sonra bunlar getdi, burada qaldı 1,5. X isə buradan bərabərdir 1,5 mol. Bəli, bu qədər. Kitabın üzərində də bunun kimi bir sıra nümunələr verir. Bəli, verib burada nümunənin tapılması və molu verir. Moldan həcmin tapılmasından da göstərir burada. Düsturumuz nə idi? Nü bərabərdir V bölünsün Vm. Buradan V-ni tapırıq. V bərabər nü vurulsun, da maddə miqdarı mol vurulsun molyar həcmə. 0,5 mol verib 0,5'i vuracam 22,4'ə. Alınacaq 11,2 litr normal şəraitdə H2 qazın var imiş misal üçün və yaxud da N2O qazın var imiş. Burada N2O-nun səhv gedib burada. Baxın, N2O-nun kitabda cüzi səhvliyi var, texniki səhvdir da. N2O-nun molunu verir. H2O-nun həcmini soruşur. Bu səhv gedir. Burada yenə də N2O-nun həcmini sizdən istəyir. Yəni orada qarışdırmayasınız sizdə. Sonra gəldi Avogadro qanunu. Eyni şəraitdə temperatur və təzyiq eyni olduqda, yəni 0 dərəcədə və 1 atmosfer təzyiqdə, 1 atmosfer təzyiqdə müxtəlif qazların bərabər həcmlərində bərabər sayda molekul olur. Misal üçün H2 qazıdır.
Maddə miqdarı 1 moldur. Hal-hazırki vəziyyəti. Molekul sayı Na-dır. Yəni Na nə idi? 6,2 vurulsun 10 üstü 23. Həcmi nədir? 1 moldursa həcmi 22,4 litrdir. Molyar kütləsi neçədir? 2 qram. 2 atomdur. Nisbi atom kütləsi 1. Vurdun 2-ni 1 elədi 2 qram. Helium'a baxaq. Helium 1 moldur göründüyü kimi. 1 moldursa Avogadro'da da 6,2'dir. Litri 23,4 litrdir. Çünki 1 moldur. Qramı da 4 qram olacaq elə. Çünki heliumun nisbi atom kütləsi 4'dir. İndeksi də həmişə 1 olur təsirsiz qazların. 4'ü 1'ə vurdun elədir 4. Oksigenə baxaq. Oksigen 1 moldur. Avogadro'da da 1 moldur deyə 6,2'dir. Molyar həcmi də 1 moldur deyə 23,4 litrdir. Kütləsi isə də 32 qram. Hardan gəldi? Oksigenin nisbi atom kütləsi 16. Vurdum sayına 2 elədi 32 qram. CO2 də eynən bu qaydada. Və deyir, kəmiyyətlərdən mol miqdarı, kütlə, həcm, molekul və atom sayları bir verildikdə digər soruşulanların miqdarını tənasüblə də müəyyən etmək olar. Necə ki, mən sizə tənasüblə tapılmanı da burada göstərdim. Baxın, tənasüblə tapılmasını göstərdim, izah elədim. Burada da eynən tənasüblə tapılmanı izah elədim sizə. Burada da göstərmişəm tənasüblə tapılmanı. Bəli. Baxın, burada belə bir maraqlı məsələ var. Bunun elə üzərində izah eləyək. Test tapışı maddə verilmişdir. Azotu verib 56 qram. Metanı verib 1,5 mol. Oksigeni verib 3,1 molekul. Deyir ki, həcmlərini tap. Mən nə eləməliyəm? Hamısını litrə gətirməliyəm ki, həcmlərini tapa bilim. Gəlin, birinci növbədə nə eləyək? Azotun neçə litr olduğunu tapaq. 56 qram N2. Bilmirəm neçə litrdir, yazıram x litr. Amma faktiki olaraq azotun nisbi atom kütləsi neçədir? Verib burada baxın 14. 14'ü vurdum 2'yə elədi 28 qram azot neçə litrdir? 22,4 litr. 56 ilə 28 gedər ixtisar. Qalar burada 2. 2'ni vuraram 22,4'ə eləyər 44,8 litr. Nə? N2. Baxın bura yazıram 44,8 litr. Sonra verir 1,5 mol CH4 verir. CH4'ün molur verir 1,5 mol. Bu deyək ki X-a aid idi. Burada yazıram Y-a aid. 1,5 mol metan qaz, yəni CH4 bilmirəm neçə litrdir. Deyirəm ki Y litrdir. Burada Y verir. Bax ona görə Y yazdım. Bəs onda 1 mol CH4 metan qazı neçə litr olacaq? 22,4. Bütün qazların deyirdik ki 1 molunda 23,4 litr həcm var. 23,4 litr. Buradan Y-də bərabər olacaq 33,6 deməli 33,6 litrə. Y-də tapdım 33,6. Bizdən cəmindir. X, Y, Z-in cəmini hesablanır. Sonra da gəldi molekulun. Aha. 3,1 bunu da Z götürəcəm mən artıq. Z hesablayırıq. 3,1 vurulsun 10 üstü 23. 3'də neçə litr var? X litr, Z litr deyək. Z litrdir. Bəs onda oksigen 6,2 molekul olanda, baxın molekul deyir uşaqlar, atom desəydi, bu 2'ni 6,2'yə vurmalıydım. 2 vurulsun yazacaqdım. Amma molekul deyirsə, molekul deyəndə o 2'yə bir molekul kimi baxıram. Elə 1'i də vuranda 6,2 eləyir onda 6,2. 6,2 vursun 10 üstü 23 molekul olanda oksigen neçə litrdir? 22,4 litrdir. Buradan Z bərabər olacaq nəyə? 6,2 ilə 3,1 ixtisar gedəcək. Burada qalacaq 2. 2Z bərabərdir 23,4 litrə. Z də bərabərdir 11,2 litrə. Bu dilə də 11,2 litr. Vəssalam, bunları cəmləmək lazımdır. Bunun cəmi 33,6-nı 11,2 toplayanda 44,8 eləcək. 44,8 ilə 44,8 toplayanda 89,6. Cavab olacaq Y variantı. 89,6 olacaq Y variantı. Bəli, test nümunəsində izahına baxdıq. Digər test nümunəsi də sizə qalır. Qazların sıxlığı və nisbi sıxlıq gəlir növbəti də. Qazların sıxlığı hissəsinin nisbi sıxlıq hissəni də izah eləyəcəm. Dərsin ardı isə qalacaq ikinci etaba. Bu bölməni də 2 dəfəyə keçərik. Qazların sıxlığında nə deyir? Deyir ki, qazların sıxlığı nisbi sıxlıq. Avogadro qanunu və qazların molyar həcmi vasitəsilə qazların normal şəraitdəki sıxlığını və bir qazın başqa qaza görə nisbi sıxlığını hesablamaq olar.
Biz kimyanın ilk anlayışlarında da qazların sıxlığını demişdik ki, bir maddənin sıxlığını hesablamaq üçün onun kütləsini həcminə nisbətini tapmaq lazımdır. Kütləsinin həcminə nisbətini. Və deyir ki, hər hansı X qazının normal şəraitdəki sıxlığını hesablamaq üçün onun molyar kütləsini molyar həcmə bölmək lazımdır. Molyar kütlə ρ bərabərdir molyar kütlə M-in molyar həcmə V-M-ə nisbətini burada da göstərir. M-X bölünsün V-M-ə. Molyar kütlənin molyar həcmə bölərik. Vermişdir. Karbon qazını verib kütləsini 28 qram. 28 qram verib. Molyar həcminə bilir ki 22,4-dür. 28 qramı bölür 22,4-ə elə 1,25. Hardan verib? Baxın buradan verib də karbon nisbi atom kütləsi 12-dir, oksigende də 16. Cəmlədim 28. 28 molyar kütləsini böldüm molyar həcminə 22,4-ə. Bütün qazların 1 molunda 22,4 litr həcm var idi. 28-i böldüm 22,4-ə elədi 1,25 qram bölsün litrinə sıxlığı var imiş dəm qazının. Və gəldik nəyə? Nisbi sıxlığa. Eyni şərtidir. Bərabər həcmli qazların hansının kütləsinin ağır olduğunu müəyyənləşdirmək üçün nisbi sıxlıq anlayışına istifadə edirik. Nisbi sıxlıq anlayışı da necə işarə olunur? Nisbi sıxlıq anlayışı buradan yazıram. Nisbi sıxlıq D hərfi ilə işarə olunur. Nisbi sıxlıq. Bir maddənin digər maddəyə görə sıxlığını hesablamaq üçün D-dən, nisbi sıxlıqdan istifadə olunur. Misal üçün, nisbi sıxlıq ola bilər ki, desin ki, hər hansı bir maddənin oksigen oksigen molekulunun hidrogenə görə nisbi sıxlığını hesabla. Hidrogenə görə deyilsə, sən yazırsan DH2 bərabərdir. Düstur belə olacaq. M2 bölünsün. H2-ni nə ilə? M-rinə 2-yə. Və indi oksigen qazının deyirsə sənə nisbi sıxlığını tap hidrogenə görə nisbi sıxlığını sən də yazacaqsan. Bu da bərabərdir. Oksigenin molyar kütləsi neçədir? 32. Baxın M2 yazmışam da. Yəni MO2 demək istəyir burada. O2-nin yəni molyar kütləsini hesablama nə deyir? M2 oksigenin molyar kütləsi 32-dir. Böldüm 2 elədi 16. Deyə bilər ki, oksigenin nisbi sıxlığını helyuma görə hesabla. Avtomatik yazırsan ki, D helyum, helyumun nisbi atom kütləsi bilirdin ki 4'dür. M2 bölünsün 4 bərabərdir 32 bölünsün 4'ə. Eləyəcək 8. Deyə bilər havaya görə hesabla. D hava. Havanın kütləsini 29 götürürlər. Yazacaqsan M2 bölünsün 29. Bu da bərabərdir. Oksigenə görə deyəndə 32 bölünsün 29 yazacaqsan. Təqribən çıxacaq cavab. Bəli. Düstur nə oldu? Və tərsinə olaraq, misal üçün, desək ki, oksigen qazının, oksigen molekulunun və yaxud da oksigen qazının hidrogenə görə sıxlığı 16-ya bərabərdir. Hidrogenə görə sıxlığı 16-ya bərabərdir. Yəni sənə deyir ki, M2 neçədir? 16-dır. Gətir yaz yerinə. Düsturun nə idi? Hidrogenə sıxlığı deyirsə DH2 bərabərdir. M2 bölünsün neçə idi? 2 idi. Hidrogenin molyar kütləsinin yazsın 2. Sənə də M2 verib 16. Yəni deyir ki, oksigen molekulunun hidrogenə görə sıxlığı 16-ya bərabərdir. Hidrogenə görə sıxlığı deyirsə artıq sənə nəyi verir? Artıq bizə bir dəqiqə M2 yox. Nəyi verdi? DH2-ni verdi. Bu 16-nı gətirib yazaram bura. 16 bərabərdir. Molyar kütləsini tapmaq istəyir. Deyir ki, yəni hidrogenə görə nisbi sıxlığı 16 olan oksigen molekulunun kütləsini hesabla. Belə deyir bizə deyək ki. 16'dır bu da. 16'nı gətirdim, nisbi sıxlığın qiymətini yerinə yazdım. Bu da neçədir? Hidrogen görə deyirsə hidrogenin molyar kütləsi 2-dir. 16'nı 2-yə vuracam. M2 bərabərdir 32. Bu elə O2 imiş. Yəni tərsinə olaraq düsturu çevirdik də. Əsas odur bizim düsturumuz nədir? Hidrogenə görə desə DH2 bərabər M2 bölünsün 2. Helyuma görə desə 4'ə bölürük. Desə, misal karbona görə 12-yə böləcəyik. M2 bölünsün 12 fərq eləməz. Yəni nəyə görə desə, həmin elementin nisbi atom kütləsinə bölərik. Dərsimiz də bu qədər. Dərsimiz oldu hara qədər? Qaz qarışımının orta molyar kütləsinə qədər. Buraya qədər oldu dərsimiz.
Burada gəlin baxalım belə bir test tapşırığı. Qaz halında olan maddəni testi həll eləyək. Hidrogenə görə sıxlığını verir x, hidrogenə görə nisbi sıxlığını və normal şəraitdəki sıxlığını, yəni ρ-nu verir bizə 2,5. Normal şəraitdə deyir həm də. Baxın, normal şəraitdə n-ş. Düstur nə idi? Rho bərabər idi m bölünsün v. Bunu böyük m molyar kütlə kimi də göstərə bilərik. Nədir? mx. Hə. İndi bizə deyir ki, qaz halında olan maddə ρ-sun verir 2,5. Vm də bölü 22,4. Gətirib yerinə yazıram. 2,5 bərabərdir 22,4. mx-i hesablamalıyam. mx da buradan bərabər olur. 2,5-i vuraram 22,4-ə. Eləcə 56. mx-i tapdım 56. Şərtdə nə deyir? Hidrogenə görə nisbi sıxlığını tap. Yazıram DH2 bərabərdir. mx neçə tapdım? 56. Yazım düstur. mx bölünsün 2. Hidrogenə görə 2 idi. Bərabərdir. mx tapdım 56. Bölürəm 2-yə. Eləyər 28. Məsələn, hidrogen görə nisbi sıxlığı oldu 28. Cavab oldu 28. B variantı. Bəli, bu qədər uşaqlar.